Salam, hər vaxtınız xeyirli olsun. Mən defektolog loqoped Gülçöhrə Həsənova. Bugün sizinlə uşaqların nitqinə mənfi təsir göstərən 3 amil haqqında danışacağam. Bəzən özümüz də fərqində olmadan uşaqların nitqini gecikdirib, onda nitqinin inkişaf etməsinə bir çox maneələr yarada bilirik. İndi isə gəlin birlikdə bu mane olan uşaqların inkişafını əngəlləyən səbəblərə baxaq. Uşaqların nitq inkişafına mənfi təsir göstərən amillərdən birincisi telefon və planşetdən istifadəsinin çox olmasıdır. Əsasən, müəyyən qədər valideynlər bir işi aşırtmaq üçün uşaqların telefon və planşet istifadəsinə razılıq verirlər. Bu, bəzən də adi görünsə də, mənfi tərəfləri çoxdur. Uşağın nitq inkişafını ləngidir və onda aktiv söz balansının formalaşmasına müəyyən qədər maneə törədir. Bu zaman əsasən uşaqda pasiv gözləmə formalaşır ki, əgər öyrədici hər hansı bir materiallara baxarsa, eyni zamanda o uşaqda pasiv lüğət də söz ehtiyatı da formalaşa bilər. Amma istifadə etmədiyi üçün, danışmadığı üçün, danışığa müəyyən qədər təşviq edilmədiyi üçün onun nitq inkişafı ləngiyə bilir. Televizorla tərbiyə üsulu. Bəzən deyilir ki, uşaq televizor qarşısında otursun, müəyyən qədər öyrədici bir filmlərə, eyni zamanda hər hansı bir materiallara baxsın. Bu zaman artıq uşaq danışacaq. Bu tamamilə yanlış fikirdir. Bu zaman sadəcə uşaq ən yaxşı halda öyrənə bilər. Yəni, bu zaman pasiv lüğət inkişaf edir. Uşaq müəyyən qədər göstərilən zaman anlayır, amma aktiv nitqdə, yəni danışıq zamanı bunları istifadə eləmir. Biz necə bəs edə bilərik ki, uşaq həm televizora baxsın, həm nitqin inkişafı düzgün inkişaf etsin? Bu zaman biz uşaqla birlikdə televizora baxıb, daha sonra hər hansısa bir filmi izlədikdən sonra o filmə aid suallar verə bilərik. Sən burada nə gördün? Bu obraz haqqında nə düşünürsən? Səncə düzgün elədi və yaxud da etmədi, bəs sən olsaydın necə edərdin? Bu kimi suallarla onun dialoq qurmasına, eyni zamanda nitqin inkişafına evdə dəstək göstərə bilərsiniz. Üçüncü əsas səbəblərdən biri isə evdə emosional gərginliyin, emosional mühitin olmasıdır. Bu zaman valideynlər arası, eyni zamanda evdə olan bacı qardaşın, nənə baba və digər insanlar arasında olan konfliktlər, mübahisələr onların nitq inkişafına müəyyən qədər mənfi təsir göstərir. Bu zaman uşaq qorxur və bəzi hallarda hətta danışmaqdan belə imtina edir. Yəni, bu uşaqlarda danışmama hallarını biz müşahidə edə bilirik. Unutmayın, nitqin inkişafı yalnız genetik faktorlara bağlı deyil. Mühitin də burada əsas rolu vardır. Uşaqlarınızı dinləyin, danışın, ünsiyyət qurun. Onlarla birlikdə zaman keçirin. Nitqini sevgi ilə inkişaf etdirin. Videonu bəyəndinizsə və əgər belə videoların davamını gəlməsini istəyirsinizsə, kanala abunə olub, səhifəyə takib atıb, ətrafınızla bu videonu paylaşa bilərsiniz.